İran sərhədinə olan son ev buradır. Bəli, axırıncı ev. Buradan ən axırıncı ev budur. Buradan o tərəfə sərhəd. Gəlmişik ən axırıncı ev. Artıq buradan o tərəfə Azərbaycan bitir. Bəli. Deməli, cənubda, videonun da başlığı belə olacaq. Cənubda Azərbaycana məxsus son ev deyik. Bugün Bölgə TV olaraq gəzdik, gördük verilişinin 4-cü bölümü üçün Azərbaycanın cənubu Astaradayıq. Maşallah Astara sözü də palmaların zadının arasından baxan deyir ki, ay Allah, yaşıllıq, ağaçlığa baxın. Ay maşallah, maşallah, girişindən bildirdi ağaçlığı. Hazırda gəldik Astaradayıq. Astara dedikdə ilk ağlımıza gəlir dəniz. Xəzər dənizinin sahilləri. İndi Xəzər dənizini çəkəcəyik, sonra gedəcəyik insanların içində. İnsanlarla müsahibə alacağıq və Astarada insanlar necə yaşayır, gündəlik həyatları necədir, sizə bunları çəkib göstərəcəm. Gəl uşaqlar burada. Gəl. Bəh, maşallah, küləyə baxın dənizin qırağın. Gəlin buradan, gəlin sizi də çəkər. Gəlin qalxın, qalx heç nə olmaz, gəl bura görün. Maşallah, idmançıdır, idmançıdır. Amma qalxışa bax. Ay maşallah, buna qarır. Hə, dostumuz gəldi, maşallah, əli qumun içindədir. Yox, yaxşı qalxırsan. İndi sən bizə, bax, bizim bu, adın necə oldu? Mir Hüseyin. Adaşım, gəl Astarada adaşı tam. Hə, deməli Mir Hüseyin. Bəli. Sən bizə bu haqda məlumat ver. Bu nə dənizidir? Yəni, məlumat ver də bizə görək, hə. Xəzər dənizidir bura. Yəni burada yayda çox başqa ölkələrdən gələn çoxlar olur. Yəni turistlər, zətlər. Hamısı Xəzər dənizinin Azərbaycanın ən təmiz dənizlərindən biridir. Yəni çox insan yayda gəlib burada rahat istirahət edə bilir. Yaxşı, sən bir söz deyin. Bax gəlmişik bura Astara deyir. Bəli. Sənə görə Astara nə ilə məşhurdur? Ən məşhur nədir Astara? Bu Astara deyirlər düyüsü, Astara çayı, Astara limonu. Sənə görə bir dənəsi. Kebabı. Məşhur. Kebabı. Astara kebabı. Bəli. Mən birinci dəfə eşidirdim o. Təşəkkür edirəm. Neçədə oxuyursan? 8-də. 8-də, maşallah. Sən niyə düşmədin? Sən niyə qaçdın? Hə? Sənin adın nədir? Adım İsrafil. İsrafil, maşallah. Qardaş çıxdı getdi deyəsən, hə? O çıxdı getdi. Heç nə. Allah şüzavan eləsin, çox sağ olun. Təşəkkür edirəm. Sizin üçün Bölgə TV Azərbaycanın və dünyanın hər bölgəsindədir. Hal-hazırda yağış başlayır, yavaş-yavaş dənizin qırağındayıq, külək də var. Və mən də buradan biraz da özümü belə arxaya atacağam. Astarada bu gördüyünüz bulvar 2015-ci ildə tikilib, təmir edilib və insanların təmiz hava alması üçün, istirahət etməsi üçün möhtəşəm bir tikili qurulub. Hal-hazırda da yağış yağır, yağış yavaş-yavaş başlayır, külək var. Göy təmiz demək olar ki, tutulub, hava buludlanıb. Amma biz yenə də sizlər üçün videomuza davam eləyirik. Bax bibi, bura o boyda yol gəlmişik ki, mən bibimdən müsahibə alacam. Müsahibə alıram. Hə. Azərbaycanım gündən-gündən gözəlləşsin. Mən sizə hamınıza can sağlığı. Çox sağ ol. Mənim prezidentim gözəldir, canım da ona qurban. Gəlin bibinin simitskasını alın. Bibi, gəl ay gəl. Bu Astara nə ilə məşhurdur? Mənə de görüm. Simitskana yoxsa bu Astara düyüsü var? Astara. Dünkü Artuba kəndi əkir, satır. Yəni sənə görə ən məşhur nə idi? Çayıdır, limondur, düyüsüdür, simitskasıdır. Limon mandalina, hamı xoşsudur. Heç nə olmaz, narahat olma. Mənə köməkləşin, simitska. Simitska al bibi də. Allah sizə bərəkət verir, mənə simitska verir sizə. Bibi simitska istəmirik bibi. Yox, verərəm. Vallahi istəmirik, Allah köməyin olsun. Yox, istəmirik, lazımdır. Sağ ol ay bibi, Allah köməyin olsun. Yo, narahat olma. Sağ ol. Hə? Yo, Allah köməyin olsun. Sağ ol. Bibinin bizə verdiyi baxın simitska. Bunu mən axırıncı səfər məktəb vaxtı, hardasa 10 il, 11 il əvvəl bu simitskalar belə kağızlara sarılıb satılardı. İndi bizə belə bir şey verdi və məni həqiqətən kövrətdi və məni o uşaqlıq illərimə, o məktəb illərimə geri qaytardı.
Gəlmişik indi Astaranın böyük tarixlərindən biri. O vaxtı Qaçaq Nəbiyin yaşadığı qalaya gəlmişik, çıxmışıq. Zülmlə qalxmışam bura. Qaçaq Nəbiyin yaşadığı qaladır. Sel düşdü. Dedik, seli də gətirdi. Gedirik indi hara şəhər mərkəzinə. Bəli, şəhərin mərkəzinə doğru irəliləyirəm. Hə, gecikmişik bazara. Gecikmişik hə bazara. Bax. O boyda yol gəl bazara gecik. Hə? Hə, nə qaraq, canımız sağ olsun. Gəl elə belə göstərək Astara bazarında gedək. Gəldik, Astara bazarındayıq, lakin belə bir problemimiz var. Artıq bazar bağlanıb və həm yağış yağır, həm də insanlar artıq zaman gec olduğu üçün bağlayıb gediblər. Bu anda maşın keçsin, keçək indi kafeyə baxaq, ləvəngi axtarıram. Ləvəngi olsa yeyib sizə çəkib göstərəcəm. Axtarıb tapacam amma. İndi siz deyilsə belə axtarıb tapacam. Çox sağ olun. Menüyə ehtiyac yoxdur. Mənə bir dənə ləvəngi verərsinizsə zəhmət olmasın. Astarıya ləvəngi yeməyə gəlmişəm mən. Başınız var olsun. Çox sağ ol. Allah köməyin olsun. Hə, bax ləvəngi. İlkin bəy bir dənə bunun aşağısını çəkin. Ləvənginin içini çəkin. Zəhmət olmasın. Nədən ol ləmi? Hə, qoy de o bura. O qoyuram. Çox sağ ol. Nədən olur? Qoz fındıq ləpəsindən ləvəngimiz gəldi. İndi bunu sizin üçün yeyəcəm və yoxlayacam. Necə olduğunu da deyəcəm. Mən axırıncı dəfə ləvəngini səhv eləmirəmsə, uşaq vaxtı elə Astara Masallı bölgəsində yemişəm və yenidən o ləvəngiyə qayıtdıq. Ya Allah, bismillah. Saat təmiri Usta Qurban əmin yanına. Gəl Usta Qurban əmimizin sən əl işlərin çək. Salam aleyküm. Necəsiniz əmcan? Sağ ol. Sənətlər hələ də qalıbmı? Bax bu saat təmiridir. Nə bilim. Hə, Hələ də o bəli. Mən yaşadıram onu. maşallah, maşallah. Məndən başqa rayonda yoxdur. Yəni Astarada sizdən başqa saat təmiri yoxdur. məşğul olan yoxdur. Yoxdur. Köhnə saatların, köhnə eynəklərin Yavaş düşün. Mənəm usta Qurban. 1900 sənədim də neçənci ildə bunun məktəbi oxudum. Mən 72-ci ildə oxumuşam bu məktəbi. Bakıda oxumuşam. Saat təmirin məktəbi. Bəli. Saat təmiri, peşə məktəbi. Учебный производственный kombinat. Tədris müstəsəvat kombinatı. Bunu oxumuşam mən. Gəlmişəm o gündən bəri əsərdə belə işləyirəm sənətimi. Allah sizin işinizi Cəmaata avan xidmət eləsin. edirəm. Necə lazımdır? Hər bir saatı düzəldirəm. Azərbaycanda elə bir saat olmasın ki, mən düzəldəm. Dünyanın hər yerindən gətirirlər düzəldirəm. Siz oxumusunuz, bunun təhsilini almısınız. Amma indi elə deyil. İndi o saat dükkanı açan hamısı deyir gətir baxacam. Aparsan saatı da bir həftədən sonra saat atırlar o tərəfə. Əgər sizin saat gəlirsə remonta, dərhal düzəldirə verirəm. Allah sizin köməyiniz olsun. Maşallah, maşallah. Allah həmişə işinizi avan eləsin. Sağ olun. Var olasınız. Sağ Şad olun. oldum. Sağ olun. Valla. Bir dənə prosta sual verim sizə. Buyur. Bir dənə sizə sualım belə olacaq ki, indi biz gəlmişik Astaraya, Bəli. çəkilişə. Bəli. Mən maraqlısı o da. Astarada bizə deyirlər ki, Astara çox şeylə, məsələn, düyüsüdür, nə bilim, çayıdır, limonudur, belə şeylərlə məşhurdur. Sizə görə ən məşhur Astara nə ilə məşhurdur? Bir dənə desəz. Astara bizə görə ən məşhur çaydır. Çay ilə, Astara çayı ilə Bəli. məşhurdur. Bəli, Azərbaycanda Astara çayı yerisinin çayıdır. Əmcan, sizə görə nə ilə məşhurdur? Astara subtropik zonadır. Bir. İkincisi, Astaranın balığı da başqa bölgələrin balığından fərqlidir. Astaranı Allah Teala elə yaradıb ki, elə necə ad qoyublar Cənubun mirvarisi, o ada layiqdir. Maşallah. Elədir. Yəni burada pis deyilən bir şey yoxdur. Astara gözəl yerdir, həm də gəzməyə yoxdur. İnsanları da sevimlidir. Yox, gözəldir. insanları həqiqətən Gözəl parkı da var Astarada. bulvar tərəf. Bulvar. Getmişdi, ona da getmişdi. Amma o deyə bilərəm ki, həqiqətən bu bölgənin insanı çox
çox başqadır. Həm qonaqpərvərliyi, gülər üzlüyü. Talış idi ya. Vallahi, yəni həqiqətən çox Talış başqadır. balasıydı. Talış donası. Bəli. Azərbaycanın dilbər güşəsi. Astara. Allah hər zaman var eləsin. İstəyir, gəlsin bak. İnşallah, inşallah. Allah köməyiniz olsun. Üstədə gözün üstə yerimizdə. Qonağın Çox var olasınız. Allah razı olsun. Elə buradan keçirdik, gördüm saat təmiri, o qədim zamanlar ağlıma gəldi. Mən də elə yaşım yoxdur. Vara, araya. Seiko, Arentex, elektron saatlar. Hər biri. Hə. Elə Hər gördüm o uşaq vaxtı ki, bizdə də var idi rayonumuzda. Görürdüm o saat təmirdən. Oradan görən kimi dedim birinci gəlim əmmi çəkim. Sağ ol. Hal əhval tutum Sağ ol, gedim. Allah sağ ol, köməyiniz sağ ol. olsun. Təşəkkür Qonağınız edirəm. olun. Var olasınız. Yol Çox sağ gəlsin, olun. qonaqsınız. Var olasınız. Elə bir bölgədir. Çox olmuşam. Mən buralarda çox gəzmişəm, çox dolaşmışam. Valla insanları kimi gözəl insanlar demək olar ki, təhqir qonaqpərvər çox başqadır. İndi sizə sualım nədir? Deməli mən gələndə burada mənə deyirlər ki, kimə də sual vermişəm, hələ ikinci cavabı verən yoxdur. Sualımız o ki, Astara nə ilə məşhurdur bir dənə. Biri düyü deyir, biri çay deyir, biri limon deyir. Gəlmişik öyrənməyə ki, görə Astara həqiqətən nə ilə məşhurdur. Əmi sizə görə Astara nə ilə məşhurdur? Astara düyüsü var, Astara Astara limosu var, Astara mandalini, pexuyası var. Yəni onun hansını deyəsən? Bunlar hər biri Maşallah Allah verib. Allah verir və Hamısını verib maşallah. Biz məsələn Kürdəmir, mən Kürdəmirliyəm. İstisindən istidir, nar deyə bilərəm. Amma Astaraya gələndə say qutarmır. Mandalin, hansını limon, deyəsən ki, yəni İnsanpərvərliklə. qonaqpərvərlik, Qonaqpərvərlik, insanpərvərlik, insanlara, qonaqlara verdiyi dəyər. Dəyərli. Hə. Gedəyim bir dənə maraqlı bir dənə Nə şexa şexi salacağım sizi. Nə Mənim zor şexim elə yox. gedək. Heç nə gəl. Gəl gedək düyü seximiz var. Burada da bizim toğ anbarımız var. Həqiqətən toğ anbarıdır. Toğ anbarımıza bax. Satışı ilə belə məşğul olduq. Gəl görüm. Hə, əmcan adın nə oldu? Adım Elxandır. Elxan. Elə el arasında mənə Yandırdı. Exi, lağabım Exidir, Exi deyərlər mənə. Gəlmişik hal-hazırda Elxan əmin bu sənətkarlıq yerindəyik. İndi sizlərlə də gedək bizə göstərsin Exi ləqəbli Elxan əmi. Bəli, Hə. buyur. Deməli, Düzəltdiyim aha, çox şeylər var. Hələ bu axırıncı düzəltdiyimdir. masalar. Bu məsələn buna nə qədər vaxtınız gedir buna düzəltmək üçün? Buna vaxtım çox gedib, çox. Hə. Çünki bu baxırsan ki, həm ağır, dəyərli bir şeydir. Quru materialdır, çox quru materialdır çıxdı. Hə, bunlar da hamısını Bax. taxta, qaşıq. Bax, bu şeyləri də bu mənim özüm düzəldənəm, bacaracağım var bunlara. Yəni, Bu taxtadandır bu, yox? bəli, taxtadandır. Ona bax. Bax, belə bir şeylə Aha. bunun için qazıb qopardıram. O indi məsələn onu quraşdırsaq o neçə dəqiqə olur, neçə? Avar eləyərik, siz də avar eləyərəm. Hə. Ya Ona görə deyirəm, istəmirəm. bir heç olmasa 2 dənə, 3 dəfə belə eləyərdik də. Bax, belə bir kötüydən, belə bir maskur çıxardıram. Bu indi mən başa salacağam. Mən izləyicilərə də başa salacağam. Deməli, əmi bir aparat düzəldib. Aparatımız nədir? Kötüyü götürürük. Bu yəqin ki, bu xətti özünüz eləmisiniz. Bəli. Xətt dəmisiniz. Xətt deyib indi biz bu kötüklə və əminin düzəltdiyi bu aparatla bunu özümüz oya əziyyətə bax. Oya yox. Aha. İşləyə Yəni kəsib çıxardır. Hə, bu kəsib çıxardır. Qoy sizə onu göstərim də. Bəli. Bax bu kötəyi çəkirsən. Bax bu kötəyi bağlayırıq bura. Bağlayıram bura. Aha. Bax bu variantla, bax. Bax bu variantla bağlayıram ora. Bağlayandan sonra bununla kəsib götürəndən sonra bax bu çıxır onun içindən. Hə, bunu çıxartdıq. Ondan sonra dal tərəfini çıxardıram. Qalır özü şkulkalayıram, hazır. Ha. Sonradan bax qoy maskuru göstərim. Maskurdakı hazır, çıxdı uca. Orada hazır. Hə. Amma həqiqi qəşəngdir. Sənətkarlıq başqadır da, vallahi. Yəni bu aparatı da özüm hazırlamışam. Gəlmişik. Mənim nəvələrim də çəkər. Astaradıyıq. Elxan Sağ olun. əmimizin evinə qonaq olmağa gəlmişik. Əl işləri var, onlara baxacağıq. Xüsusən rast gəliblər bular.
Bu gözəl qızlardır. Biri Nuraydı adı, biri də Nurnur. Oy maşallah, maşallah. Necəsiz? Yaxşı ol. Cəmaət edeyim sənə. Oy maşallah, Allah saxlasın. Gəl. Salam ver bir, hələ bir. Əli belə uzat. Adın nədir sənin? Nuray sən. Sənin adın nədir? Nur. Ay maşallah. Elxan əmin sənət əsərlərini çək. İşıqları yandırın. Top oynayın. Hə. Hə. Oy Allah. Hə, nə oldu? Gətirirəm də. Hə, yox, sənədir. Hə, nəsə tapdı, deyə. Gözəl qızdır. Nə tapdısan? Maşallah. İşıqda yanır. Bunu sizə göstərməkdə məqsədim Aha. var, göstərirəm də. Bu dəstəni görürsünüz. Bu dəstə bunun üstündə yanılıb. Hə, bunun üstündə bu şəkil alır. Şəkili aldırmışam. Çox çətin, əziyyətli Bu bir şey. satdıq bir şey deyil. Bəli. Prosta elə belə düzəltmişəm. Ümumiyyətcə sənət işi, yəni o dəyəri ölçülməyən bir şeydir. O sənətin həqiqətən, o maddiyyat cəhətdən sənət dəyəri ölçülmür. Gəl bu tərəfə. Hə, nədir o? Hardan tapdın o? Yavaş, başını dəyər. Yavaş. Ha, Nuray? Hə. Bunları elə düzəltmişəm də, mənim belə Yox, 2023-dən sonra olan işlərdir bunlar. Yox, həqiqətən əl işlərinə söz ola bilməz. Hamısı da o qədər yüngüldür ki. Materialdır da, ağacdır. Hə? Qışqırma, ağıllı qız, qışqırma. Hə, mənə verirsən o su için. Hansın? Nədir o? Hələ biri də hələ burada qaldı. Əmi maşallah bir tərəfdən tapıb gətirir. Bir tərəfdən əmi tapıb gətirir. Əzgil dəyib ki. Hə, deməli Elxan əmi sənətkarlığı qədər gülə çiçəyə də baxandır. Biri də sənin. Allah köməyin olsun əmi. Valla. Bu artıq oldu. Yox, Allah artıq deyil. Artıq deyil, öz ürəyim istədi verdim. Allah sənin köməyin olsun. Bilirsən, hə, əl işi olduğu üçün. Öz əl işimdir də. Əl əziyyət çəkib, bunun üstündə əmək var, bunun üstündə. Bu iki dənə ağac da dəmir ağacıdır. Dəmir ağacına demə. Hə, dəmir ağacıdır da, adı dəmir ağacıdır. Ha, baba bu iki dənə ağac dəmir ağacıdır. Yayın ən qızmar vaxtında bunun kölgəsində oturanda sərinlik verir. Əzgildir, encil deyil, ağıllı. Turşdağı. Bax deyirik o astara həm limonu ilə, həm düyüsü ilə. Düyü çəkib göstərmişdi, İlkin bəyə zəng gəldi. Qoy elə o da düşsün. Bax o da verəcəm kadraja. Ki biz nə çətinliklər çəkirik. Çəkilişin ortasında dayanmadan zəng gəlir. Deməli limonlarımız da var. Orada limonlarımız da var. Limonlarımız da var orada. Göstər onu. Maşallah, həqiqətən Elxan əmi sənətkardır. Həyəti də bax, o sənətkarlığın və həyətdə də göstərir. Gülü, çiçəyi, ağacı. Salam da ver, salam da. Denə, salam da göndərin. Salam eləyin. Kürdəmirə salam eləyin, Bölgə TV-yə də salam olsun. Hə. Bura sərhəd yox abi, 6-7 dənə evdir köşkdən sonra. Yəni vaxtı ikən zamanında sərhəd olub da bura. Ha, vaxtı ikən sərhəd olub. Baba sərhədin yolu bura, sərhəd özü buradan olub. Buradan sərhəd olub o vaxtı. İndi biz həmən o sərhəddəyik. Bax,
göstərəcəm indi sizə sərhəti. Bu hansı İrana aid olur? Çəkiblər, oradan veriblər sərhəti. Bu sərhəddir. Ha. Bu o tellər, gördüyümüz tellər sərhəddir. Çox maraqlıdır, o əmi. Deməli, biz Elxan əminin evindəyik. Elxan əminin evi buradadır, sərhəd oradadır. Həyətdə lap yaxın idi, 1 metr məsafə var idi. Ev buradır. İran sərhədinə olan son ev buradır. Bəli, axırıncı Buradan ev sayılır. ən axırıncı ev budur. Buradan o tərəfə sərhəd. Sərhəddir də, baxın. Buradan o göstərəcəm tərəfə də. sərhəd. İndi sərhəddə sizə göstərəcəm. Gəlib ən axırıncı evi Bax, tapmışıq. bu da. Sərhəd də bax budur. Gəlmişik ən axırıncı ev. Artıq buradan o tərəfə Azərbaycan bitir. Bəli. Deməli, cənubda, videonda başlığı belə olacaq. Cənubda Azərbaycana məxsus son evdəyik. Bəli. Bəli, sərhəddə ən yaxın evdəyik. Hə. Sərhədlə evimizin arasında 1 metrə məsafə var. Sadəcə 1 metrə. Hə, əmican, bu körpünü indi sən özün 35 il bundan qabaq bu körpünü özüm düzəltmişəm. hə, hamısını özün Bir düzəltmisiniz. o vaxtı Softransoftl deyildilər. Softransoftl deyilən bir idarə var idi. Həmin idaranın nə bilim bu 2 dənə mazın ramasıdır bu. Yox, O ramaları bağışladılar mənə. Mən gətirdim burada bu körpünü yaratdım. Həqiqətən çox maraqlıdır. Materialları, daşları, sementi, yadı hamısı bu körpünün üstündən keçib. Biraz sadəcə təhlükəsizlikdir. Hər halda çox təhlükəsiz bir şeydir. Yəni bunun üstündən nə keçsə keçər də, yəni heç nə olan bir şey deyil buna. hər halda bir 35 ildir körpü yerindədir. Yox, çox sağlam bir şeydir. Bəlkə də o asfalt körpülərdən daha sağlamdır. İndi onu bilmək, hala bilmək olmaz. Hə, Elxan əmi, sizi tanıdığım üçün çox şad oldum, həqiqətən. Sağ ol. Yəni bu verdiyiniz maraqlı məlumatlar üçün, bu zəhmətli əl işləriniz üçün də sizə çox təşəkkür edirəm. Bizi evinizə qonaq elədiyiniz üçün də sizə təşəkkür edirəm. Sizi tanıdığıma şad oldum. Çox sağ ol. Var olasınız, Allah köməyiniz olsun. Çox sağ olun.